Salam, sabahınız xeyir olsun dəyərli izləyicilərimiz. Bugün təqvim iyun ayının 12-sini göstərir. Dünyada və Azərbaycanda baş verən ən son dəqiqə xəbərləri sizə təqdim eləyəcəyik. Xəbər bələdçiniz mənəm Səidə Bəkir qızı. Diqqətinizə çatdırım ki, proqramımıza globalnet.com saytının informasiya dəstəyi ilə baxırsınız. Beləliklə son dəqiqə xəbərlərin təqdimatına başlayıram, amma xəbəri təqdim etməmişdən öncə hər birinizdən xahiş edirəm ki, yayımımızı bir dəfə bəyənin, kanalımıza abunə olmamısınızsa abunə olmağı da unutmayın. 30 il keçib onları hələ də tapa bilmirik deyir prezidentin köməkçisi Hikmət Hacıyev. Belə ki, 1-ci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq 4009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qiymətləndirilir. Globalnet.com xəbər verir ki, bunu prezidentin köməkçisi Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial media hesabında yazıb. Onun sözlərinə görə itkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində ən ağır humanitar problemlərdən biri olaraq qalır. 1-ci Qarabağ müharibəsində 30 ildən çox vaxt keçməsinə baxmayaraq 4009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş kimi qeydiyyatda qalır. Minlərlə ailə qeyri-müəyyənlik içində yaşamağa davam edir. Yaxınlarının taleyi və yerləşdiyi barədə məlumat almaq kimi fundamental haqdan məhrum edilir. Davam edən axtarış, qalıqların çıxarılması və identifikasiya səyləri nəticəsində 889 insan qalığı ekskumasiya edilib. 313 itkin düşmüş şəxs DNT və məhkəmə tibbi ekspertiza yolu ilə müəyyən edilmiş və 226 nəfərin qalıqları layiqli dəfn üçün ailələrinə təhvil verilmişdir. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın azad olunmuş ərazilərində 32 kütləvi məzarlığın aşkar edilməsi humanitar faciənin miqyasının əlavə sübutu olmaqla yanaşı itkin düşmüşlərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayır. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil, bu ədalət, insan ləyaqəti, barışma və davamlı sülh məsələsidir. Hər müəyyən edilmiş şəxs bir ailəni cavablara yaxınlaşdırır. Hər tapılan qalıq həqiqətin bərpasına və yaddaşın qorunmasına kömək eləyir deyə prezidentin köməkçisi Hikmət Hacıyev öz X sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. Pensiyalar arta bilər. Çoxunun bilmədiyi hesablama haqqında məlumatı sizə təqdim eləyəcəm. 2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılırdı. 2006-cı ildən əvvəlki iş stajı pensiya kapitalına necə çevrilir? Bu gələcək pensiyanın məbləğinə necə təsir eləyir? Global infoaza istinadən məlumat verir ki, iqtisadçı Elçin Rəşidov deyib ki, 2005-ci ilin sonuna qədər dövr üzrə pensiya hesablanarkən vətəndaşın topladığı pensiya kapitalı yox, iş stajı nəzərə alınır. Həmin dövr üçün hər il iş stajına görə 306 manat məbləğində şərti pensiya kapitalı hesablanır. Məsələn, şəxs 2006-cı ilədək 7 il işləyibsə, onun üçün 7/306 manat, yəni 2142 manat pensiya kapitalı müəyyən edilir. 2006-cı ildən sonraki dövr üzrə isə vətəndaşın fərdi hesabında toplanan və indeksləşdirilən pensiya kapitalı nəzərə alınır. Bu məbləğlər şəxsin fərdi pensiya hesabına əlavə olunur. İqtisadçı bildirib ki, yaşa görə əmək pensiyası təyin edilərkən fərdi hesablama toplanmış ümumi pensiya kapitalı 144 aya bölünür. Bu da 12 illik dövr üçün ayların sayıdır. Nəticədə əldə olunan məbləğ vətəndaşın aylıq pensiyasına təklif edilir. Beləliklə, pensiya məbləği hesablanarkən 2006-cı ildən əvvəlki dövr üzrə iş stajına görə hesablanan şərti kapital və 2006-cı ildən sonraki dövrdə toplanmış faktiki pensiya kapitalı birləşdirilir və bu səbəbdən xüsusilə 2006-cı ildən əvvəl uzun müddətli əmək stajına malik olan şəxslərin pensiya məbləği daha da yüksək olur.
Davam edirik dəyərli izləyicilərimiz. Yayımımızı bəyənmək, kanalımıza abunə olmağı unutmamağı sizdən xahiş edirəm və davam edirik. Metro və avtobuslarla bağlı sürpriz yeniliklər olacaq. Hansı tarixdən olacaq, nələr baş verəcək, nə sürprizlər gözlənir? Bu xəbəri də diqqətinizə çatdırım. Metro və marşrut avtobuslardan istifadə olunan Baku kartın qiymətinin 2 manatdan 3 manata qaldırılması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəzi ekspertlər bunu nəqliyyat sistemində daha geniş dəyişikliklərin anonsu kimi qiymətləndirirlər. Kartın bahalaşması sadəcə texniki qərardır, yoxsa ictimai nəqliyyatda yeni mərhələnin başlanğıcıdır. Qlobal infoza danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, Bakı kart sistemi artıq geniş şəkildə adaptasiya olunub, mobil tətbiqlər istifadəyə verilir və internet üzərindən ödəniş imkanları yaradılır. Eyni zamanda bank kartları vasitəsilə də ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Sərnişinlər mobil tətbiqlər üzərində rahat şəkildə ödəniş edərək nəqliyyat xidmətindən yararlana bilərlər. Ona görə şərt deyil ki, bunun baha olduğunu düşünən kəs Bakı kart alsın. Qurum kartın qiymətindəki dəyişikliklə bağlı açıqlama verib. Hesab edirəm ki, bahalaşmanın əsas səbəbi də məhz qeyd olunanlarla əlaqədardır. Ekspert bildirib ki, ictimai nəqliyyatda rəqəmsallaşmanın yeni mərhələsinə artıq qədəm qoyulub. Qarşıdakı 1-2 il ərzində bu sahədə daha ciddi yeniliklər və dəqiqləşmələr olacaq deyə ekspert qeyd edib. Rekord istilərlə bağlı xəbərdarlıq var. Dəyərli izləyicilərimiz, 28 il sonra Azərbaycanı nə gözləyir? Şimal qonşumuz Rusiyada isti hava dalğası yenidən rekord həddə çatıb. Global.com xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin yaydığı məlumata görə Moskvada havanın temperaturu son 28 ilin ən yüksək həddinə çatıb. Paytaxtdakı meteoroloji stansiyada termometrlər 30 dərəcə Selsini göstərib. Bu göstərici 1998-ci ildə həmin tarixdə qeydə alınan rekord temperaturla eynidir. Bildirilib ki, bölgədə anormal isti hava şəraiti həftənin sonuna qədər davam eləyəcək. Mütəxəssislər hesab edirlər ki, qlobal istiləşmə fonunda bu cür isti hava dalğalarının daha tez-tez müşahidə olunması mümkündür. Uzun müddətli yüksək temperatur isə su ehtiyatlarına, kənd təsərrüfatına və enerji sistemlərinə əlavə yük yaradır. Azərbaycanda da yay ayları nisbətən isti keçir. Bu il daha isti keçəcəyi gözlənilir. Sinoptiklərin proqnozlarına əsasən iyun ayında orta aylıq temperatur iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacaq. Xüsusilə iyul və avqust aylarında Bakı və Aran rayonlarında havanın temperaturu 40 dərəcəyə yaxınlaşacağı günlərin olması da istisna edilmir. Bu səbəbdən mütəxəssislər əhaliyə günün ən isti saatlarında ehtiyatlı olmağı tövsiyə edirlər. Davam edirik dəyərli izləyicilərimiz. Dövlət qurumunda əməliyyat keçirildi. Korrupsiyaya qarşı əməliyyat və saxlanılanların olduğu bildirilir. Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi hava nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib və bildirilir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi Aysel və Xalidə adlı xanım əməkdaşlardır. İlkin məlumata görə saxlanılanlardan birinin izahatı alınaraq ondan sonra isə sərbəst buraxılıb. Sənət adamının paxıllıq etməsi ucuzluqdur. Əməkdar artist Mətanət İskəndərli sənət adamlarının mənəvi dünyasından danışıb. Müğənni bu barədə qonaq olduğu gün ortası verilişində fikirlərini bölüşüb. Sənət adamı mənə görə başqa dünyanın insanı olmalıdır, romantik olmalıdır, ruhu tamam fərqli olmalıdır. Çox bilmişlik, paxıllıq ona yad olmalıdır, öz mənəviyyatı, öz dünyası olmalıdır, uşaq kimi saf olmalıdır, pislik bilməməlidir. Mənim aləmimdə istedadlı sənət adamlarına paxıllıq hissi yad olmalıdır. Paxıllılar bu sənətin insanı deyil. Mən onlara belə baxıram. Paxıllıq çox ucuz hissi, təmiz ruhdan gəlməyən heç nə insanın qəlbinə yol tapa bilməz deyə Mətanət İskəndərli qeyd edib. Yaxşı rəqabət isə odur ki, gözəl bir musiqi eşidəndə ondan ilham alasan, bu sənə həvəs versin, amma yaxşı olduğunu bilə-bilə ona pis demək düzgün deyil deyə əməkdar artist qonaq olduğu verilişdə fikirlərini bu cür
tamamlayıb. Daha son dəqiqə hansı məlumatlar var? Tramp geri addım atdı, İrana hücum dayandırıldı. Belə ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump bu axşam həyata keçirilməsi planlaşdırılan İrana qarşı hava bombalarının ləğv edildiyini açıqlayıb, bombardımanların ləğv edildiyini açıqlayıb. Global.com bildirir ki, Trump bununla bağlı danışıb və Trumpın sözlərinə görə İran ərazisinə zərbə endirilməsinə bağlı planlaşdırılan hərbi əməliyyat son anda dayandırılıb və bu qərar rəsmi Vaşinqton tərəfindən təxirə salınıb. Ağ Ev sahibi bildirib ki, İrana hədəf alan bombardıman planı bu axşam üçün nəzərdə tutulsa da, qəbul edilən yeni qərarla əməliyyat dayandırılıb və proses müvəqqəti olaraq gündəmdən çıxarılıb. Heç şübhəsiz ki, bu addım regionda gərginliyin artdığı və müxtəlif hərbi ssenarilərin və qarşılıqlı ittihamların səsləndirildiyi bir dövrdə diqqət çəkən siyasi qərardır. Beləliklə, Birləşmiş Ştatlar tərəfi İranla bağlı hərbi eskalasiyanın ən azı bu mərhələdə təxirə saldığını bəyan edib. Və davam edirik dəyərli izləyicilərimiz. Digər xəbərlərdən isə bildirilir ki, Birləşmiş Ştatlar ordusu İranın Hörmüzə atdığı 2 dronu vurub. Belə ki, Birləşmiş Ştatlar ordusu Hörmüz boğazına doğru atılan 2 İran dronunu ələ keçirib. Məlumatı Global.com Fox News agentliyinə istinadən yayıb və jurnalist Jennifer Griffin bu barədə media hesabında yazıb. Birləşmiş Ştatlar ordusu İran kamikadze hücum dronunu vurub. Adı çəkilməyən Birləşmiş Ştatlar rəsmisinin sözlərinə görə isə Tehran Hörmüz boğazından keçən kommersiya gəmilərinə zərbə endirməyə cəhd eləyib. Dövlət televiziyası İrib daha əvvəl İranın Hörmüzqan əyalətindəki Sirik şəhəri yaxınlığında bir sıra partlayışlar barədə də məlumat verib. Suriyanın devrilmiş prezidenti Əsədin qızının görüntüləri internetdə yayılıb. Belə ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qızının gəlinlik paltarında şəkili internetdə yayılıb. Bu barədə Global.com Azad İran Telegram kanalına istinadən məlumat verib. Məlumata görə Əsədin qızı Zeynəb Əsəd Asif Şövkənin oğlu Bassal Asiflə evlənib. Hazırda 21 yaşı olan Zeynəb Əsəd 2016-cı ildə Tehranda atçılıq çempionatında qalib gəlib. Qeyd eləyək ki, Bəşər Əsəd hakimiyyətin süqutundan sonra Rusiyaya qaçıb. Ona, qardaşı Mahir Əsədə və keçmiş rejimin digər yüksək rütbəli təhlükəsizlik məmurlarına qiyabi ittihamlar irəli sürülüb. Mahir Əsəd müxtəlif fəallar tərəfindən qətllər, işgəncələr, hədə-qorxu və narkotik ticarəti kimi ağır cinayətlərdə ittiham olunur. Davam edirik dəyərli izləyicilərimiz. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın 11 iyunda müharibəyə son qoymaq üçün razılaşma əldə edildiyini açıqlamasına baxmayaraq, İran hələ də silahlı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Vaşinqtonla razılaşma mətnini təsdiq etməyib. Global.com-un Fars agentliyinə istinadən verdiyi məlumata görə, Donald Trump'ın İranla razılaşmasının bir neçə yekun elementinin razılaşdırıldığını açıqlamasından qısa müddət sonra İran danışıqlar qrupuna yaxın bir mənbə bildirib ki, Birləşmiş Ştatlar ilə ilkin memorandum üçün heç bir mətn Tehran tərəfindən hələ təsdiq edilməyib. Daha sonra Trump Birləşmiş Ştatların İranla müharibəyə son qoymaq barədə razılığa gəldiyini, lakin müvəqqəti sənədlərin hələ də imzalanmasını, müvafiq sənədlərin hələ də imzalanmasını gözlədiyini bildirib və İran tərəfinin memorandumu mətni ilə bağlı hələ razılığa gəlmədiyi barədə xəbərlərə baxmayaraq, Donald Trump daha sonra ikinci ali lider Ayətullah Müçtəba Xameneinin Birləşmiş Ştatlar ilə gələcək razılaşmanın şərtlərini təsdiqləyə biləcəyini də iddia eləyib. Ermənistanda seçkinin yekun nəticələri haqqında qalmaqal böyüyür. Partiyadan deputatlığa namizəd Georg Stepanyan bildirib ki, İrəvanın Nubaraşen rayonunda
1051 sayılı məntəqədə çiçəklənən Ermənistan 131, Zəngəzur vilayətinin Ağaraq kəndində yerləşən məntəqədə isə 82 səs toplayıb. Onun sözlərinə görə həmin məntəqələrin nəticələrinin ləğv edilməsi nəticəsində partiya ümumilikdə 213 səs itirib. Stepanyan hesab eləyir ki, baş verənlərdən sonra Ermənistanda azad və şəffaf seçkilərdən danışmaq mümkün deyil. Partiyanın mətbuat katibi İveta Tanayan da MSK-nın qərarını sərt şəkildə tənqid edib. O bildirib ki, bu məntəqənin nəticələrinin gecə saatlarında ləğv edilməsi çiçəklənən Ermənistanın parlamentə düşməsinin qarşısını almaq məqsədi daşıyıb. Tanayanın sözlərinə görə bu qərarın seçkilərin dürüstlüyü və legitimliyi ilə heç bir əlaqəsi yoxdur və bütün seçki prosesini şübhə altına alır. Qeyd eləyək ki, İlkin nəticələrə əsasən çiçəklənən Ermənistan partiyası 3,93% səs toplayıb. Partiyanın parlamentə keçməsi üçün tələb olunan bariyeri aşmasına cəmi 0,7% çatmayıb. Bu səbəbdən də siyasi qüvvə səslərin yenidən sayılmasını tələb eləyir və qərardan məhkəməyə şikayət verəcəklərini də bildirirlər. Davam edirik dəyərli izləyicilərimiz. Yayımımızı bəyənib bizə dəstək olmağı unutmayın. Kanalımıza abunə olmamısınızsa abunə olmağı da yaddan çıxarmayın. Bir xəbər diqqətinizə çatdıracağım. Türkiyədə sərnişin təyyarəsi qəzaya düşüb. Dəhşətli anların yaşandığı bildirilir. Türkiyənin ən böyük hava limanlarından birində sərnişin təyyarəsinin quru idarəetmə avadanlığı ilə toqquşması nəticəsində qəza vəziyyəti yaranıb. İstanbul-Antalya reysini yerinə yetirən Türkiyəyə Türkiyə aviaşirkətinə məxsus nəhəng sərnişin layneri enişdən sonra aeroportun infrastrukturuna ciddi ziyanı vurub. Global.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan gələn və göyərtəsində 267 sərnişin daşıyan Boeing 777 tipli təyyarə Antalya hava limanına uğurlu eniş etdikdən sonra parklanma zonasına doğru hərəkət eləyib. Bu zaman təyyarənin sağ qanadı yerüstü radar sisteminin antena dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən radar dirəyi tamamilə sıradan çıxıb, təyyarənin qanad hissəsi isə ciddi xəsarət alıb. Hadisə şahid olan sərnişinlərin sözlərinə görə toqquşma anında salonda güclü silkələnmə baş verib. Daxili panellərdən biri qopub və avtomatik olaraq oksigen maskaları aşağı tökülüb. Bu qəfil vəziyyət salonda böyük panika və ajiotaja səbəb olub. Bəzi sərnişinlər əsəb sarsıntısı keçiriblər. Aviaşirkətin rəsmi bəyanatına əsasən hadisədən dərhal sonra təhlükəsizlik protokolları işə salınıb və sərnişinlərin hamısı operativ şəkildə təyyarədən təxliyə edilib. Qəza nəticəsində cəmi bir nəfərin yüngül bədən xəsarətləri aldığı və ona dərhal ilkin tibbi yardım göstərildiyi bildirilir. Mülki aviasiya baş idarəsi faktla bağlı geniş miqyaslı araşdırmanın başladığını da qeyd edib. Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, Gəncə sakini əmisini qətlə yetirib. Hadisə şəhərin Şıxlinski küçəsində qeydə alınıb. 1997-ci il təvəllüdlü Ramazan Əliyev, əmisi 1963-cü il təvəllüdlü Fazil Əliyevi qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. İlkin məlumata görə tərəflər arasında mülk mübahisəsi olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırmanın aparıldığı qeyd olunur. Digər xəbərlərdən daha nələr var dəyərli izləyicilərimiz, sizin diqqətinizə çatdıracağım. Pentaqonda həyəcan yaşandığı qeyd olunur. Təhlükəli maddə tapıldı. Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin binasında havanın keyfiyyətinə nəzarət sistemlərinin potensial təhlükə qeydə almasından sonra bir neçə mərtəbə və koridor tamamilə qapadılıb. Bəzi əməkdaşların isə təxliyə olunduğu deyilir. Pentaqonun mətbuat katibi Sean Parnell binadakı daxili monitorinq sistemlərinin havanın keyfiyyətində pisləşmə qeydə aldığını təsdiqləyib. Təhlükəsizlik protokollarına əsasən binanın 2-ci və 5-ci mərtəbələri arasında 4-cü və 7-ci koridorlar dərhal bloklanıb. Bəzi əməkdaşlara
isə olduqları yerləri tərk etməmək əmri verilib. Hadisə yerinə gələn xüsusi mühafizə və xilasetmə qrupları, həmçinin Arlington dairəsinin yanğın söndürmə briqadası əraziyə qaz maskası və tam kimyəvi qoruyucu geyimlərdə daxil olublar. Son gələn məlumata görə rəsmi qurumlar hələ ki hər hansı konkret zəhərli və ya təhlükəli kimyəvi birləşmənin aşkarlandığını təsdiq etməyiblər. Pentaqonun Daxili Təhlükəsizlik Xidmətinin ilkin rəyinə əsasən bu irəli səviyyəli və olduqca həssas monitorinq sistemlərinin qeydə aldığı nasazlıq, yanlış həyəcan siqnalı da ola bilər. Hava keyfiyyətlərinin tam və detallı analiz edilməsi üçün əlavə laboratoriya testlərinin aparıldığı və araşdırmaların davam etdirildiyi bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Daha bir xəbərə diqqətinizə çatdırıram. Rus ordusu Zəngəzurda hərəkətə keçdi. Meğri istiqamətində nə baş verir? Zəngəzur dəhlizi istiqamətində, xüsusilə Ermənistanın Meğri bölgəsində Rusiya sərhədçilərinin iştirakı ilə reallaşdırılan son hərəkətlilik regionda daxili və xarici auditoriyanın diqqətini cəlb eləyib. Sosial şəbəkələrdə yayılan bəzi iddialardan sonra məsələnin pərdə arxası təfərrüatlarına aydınlıq gətirilib. Global.com bildirir ki, Kremlə yaxın erməni kütləvi informasiya vasitələri bununla bağlı, bu hadisə ilə bağlı məlumat yayıblar və məlumata görə ərazidə hər hansı qeyri-qanuni reydlər keçirilmir. Söhbət birbaşa olaraq Meğri sərhəd dəstəsinin və Rusiya hərbçilərinin iştirakı ilə öncədən qrafiki müəyyən edilmiş planlı təhlükəsizlik tədbirlərindən gedir. Bundan əvvəl sosial şəbəkələrin erməni segmentində Rusiya sərhədçilərinin Ermənistan və Avropa İttifaqının mülki müşahidə missiyasının üzvləri də daxil olmaqla xarici vətəndaşların Meğri istiqamətində sərbəst hərəkətinə qanunsuz maneə olduğu, bəzi şəxslərin saxlanılaraq dindirildiyi barədə kəskin məlumatlar yayılmışdı. Lakin rəsmi mənbələrin bildirdiyinə görə Nırnadzor kəndinin sərhəd zolağında hərəkət tamamilə Ermənistanın dövlət sərhəddi haqqında qanunu və Ermənistan-Rusiya arasında qüvvədə olan rəsmi dövlətlər arası sazişlə tənzimlənir. Həmin xüsusi mühafizə olunan əraziyə giriş yalnız xüsusi dövlət buraxılış sənədi ilə mümkündür. Müvafiq buraxılış sənədi olmadan zonaya daxil olmağa cəhd edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar və onlara pul cəriməsi tətbiq olunur. Qeyd olunur ki, nəqliyyat vasitələrinə baxış və sənədlərin yoxlanılması prosesi bilavasitə Meğri sərhədi dəstəsində, daha doğrusu Meğri sərhəd dəstəsində müqavilə əsasında xidmət aparan Ermənistan vətəndaşları tərəfindən icra edilir. Aşkar olunan qayda pozuntularına görə cərimələrin rəsmiləşdirilməsi isə tamamilə Ermənistanın yerli hüquq mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Çexiyada dəhşətli bir hadisə yaşanıb, belə ki, ana yeni doğulmuş körpəsini itlərə yedirdib. Çexiyada yeni doğulmuş körpənin ölümü ilə bağlı dəhşətli bir fakt aşkarlanıb. Belə ki, Çexiyanın şəhərlərindən birində 35 yaşlı qadının qaynanası həyatyanı sahədə içərisində yeni doğulmuş körpəyə aid qanlı əl və ayaq qalıqları olan polietilen paketlər aşkar eləyib. Körpənin bədəninin digər hissələri isə hələ də tapılmayıb. Polis qalıqların itlər tərəfindən parçalanmış ola biləcəyini ehtimal eləyirlər. Hadisə ilə bağlı anaya qarşı xüsusilə ağır qətl maddəsi ilə ittiham irəli sürülüb və o həbs edilib. Məlumata görə qadın həyat yoldaşı ilə birlikdə onun valideynlərinin evində yaşayırmış. Qonşular qadının hamiləliyinin son mərhələsində olduğunu gördüklərini, lakin sonradan qarnının qəfil kiçildiyini bildiriblər. Xidməti itlər ərazidə zibil konteynerlərində və yaxınlıqdakı ərazilərdə axtarış aparsalar da körpənin digər qalıqlarını tapmaq mümkün olmayıb. Qadının təqsiri məhkəmədə sübuta yetirilərsə onu 15 ildən 20 ilədək azadlıqdan məhrum etmə və yaxud da ki, ömürlük həbs cəzası gözləyir.
Davam edirik dəyərli izləyicilərimiz. Qadını TikTokda rüsvay edici fotolarla şantaj eləyərək 5K jetonu tələb etdi. Ali məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb. Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən kassasiya şikayəti təmin edilməyib. İttihama görə təqsirləndirilən şəxs TikTok sosial şəbəkəsində yaratdığı saxta hesab vasitəsilə qadının şəxsi məlumatlarından istifadə edərək onu rüsvay edici məlumat yaymaqla hədələyib və əmlak xarakterli tələb irəli sürüb. Məlumata görə Vəliyev tamah niyyəti ilə hərəkət edərək TikTokda saxta istifadəçi hesabı yaradıb. O həmin hesabı qadının SS ad şərti olaraq verilib sosial şəbəkə hesabında əldə etdiyi foto şəkil və video görüntülərlə formalaşdırıb. Təqsirləndirilən şəxs qadına məxsus hesabdan müxtəlif şəkil və videoların köçürülərək özünün yaratdığı saxta hesabda yerləşdirib. Bundan sonra həmin hesabda qadının nüfuzuna və şəxsi həyatına xələl gətirə biləcək məzmunlu paylaşımlar edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, saxta hesabla SS-in güya pul müqabilində görüşlər təşkil etdiyi barədə həqiqətə uyğun olmayan məlumat yerləşdirilib. Həmin paylaşımda görüşürəm 1 saatı 100 AZN məzmunlu ifadələr qeyd olunur. İttihama əsasən təqsirləndirilən şəxs bununla kifayətlənməyərək həmin məlumatlarda SS-ə qarşı təzyiq vasitəsi kimi də istifadə eləyib. Belə ki, 2024-cü ilin iyul ayında gecə saatlarında qadın yaşadığı ünvandan TikTok platformasında canlı yayım açıb. Təqsirləndirilən şəxs həmin yayıma qoşularaq SS-ə onun barəsində yerləşdirilmiş rüsvay edici məlumatların olduğu saxta hesabı nümayiş etdirib. Vəliyev qadına həmin məlumatların daha geniş auditoriyaya yayılacağı ilə bağlı hədə-qorxu salıb. O bildirib ki, hədə-qorxu gəlib, o bildirib ki, tələb etdiyi əmlak xarakterli istək yerinə yetirilmədiyi halda saxta hesab fəaliyyətini davam etdirəcək və məlumatlar yayacaq. Cinayət işi materiallarda göstərilir ki, təqsirləndirilən şəxs saxta hesabın silinməsi müqabilində zərər çəkmiş şəxsdən TikTok sosial şəbəkəsində istifadə olunan virtual mükafat jetonlarının göndərilməsini tələb edib. O SS-dən ümumi dəyəri 54 Birləşmiş Ştatlar dolları, yəni 91 manat 80 qəpik təşkil edən 5K, hansı ki 5000 jetondan gedir söhbət. Jetonu özünün istifadə etdiyi Zuloy Qaqasel adlı hesaba köçürməsini istəyib. İstintaq orqanı hesab eləyir ki, Vəliyevin hərəkətləri əmlak əldə etmək məqsədi ilə rüsvay edici məlumatların yayılması hədəsi ilə müşahidə olunduqda onun əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin əlamətləri mövcuddur. Toplanmış sübutlar, elektron məlumatlar, sosial şəbəkə hesablarının araşdırılması nəticəsində zərər çəkmiş şəxsin ifadələri və digər materiallar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Yasamal rayon məhkəməsi işə baxaraq Vəliyevi elan olunmuş ittiham üzrə təqsirli bilib məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökmdə məhkumun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza müddətinin müəyyən tarixdə hesablanması da öz əksini tapıb. Birinci instansiya məhkəməsinin hökmündə Vəliyev tərəfindən apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi iş materiallarının və tərəflərin arqumentini araşdırdıqdan sonra şikayətin təmin edilməsi üçün əsasların olmadığını müəyyən eləyib. Apellyasiya instansiyası Yasamal rayon məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edərək onu dəyərləndirmədən qüvvədə saxlayıb. Daha sonra Vəliyevin cəzasının icrası mərhələsində Milli Məclisin Konstitusiya və Suverenlik ili münasibəti ilə qəbul etdiyi amnistiya aktının tətbiqi məsələsinə baxılıb. Ədliyyə Nazirliyinin penitensiar xidməti Umbaki penitensiar müəssisəsinin təqdimatı əsasında Qaradağ rayon məhkəməsi işə baxaraq təqdimatı təmin edib. Məhkəmənin qərarı ilə onun barəsində amnistiya aktının müvafiq müddəaları tətbiq olunub. Nəticədə Vəliyevin zərər çəkilməmiş, daha doğrusu azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən 6 ay azaldılıb. İş materiallarında göstərilir ki, amnistiya tətbiq edilən vaxt məhkumun 1 il 7 ay 90 gün müddətində çəkilməmiş azadlıqdan məhrum etmə cəzası qalıb. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Vəliyev kassasiya şikayəti verib. Yəni beləcə
bir dırnaqarası qəhrəman qadın üzərində öz hegemonluğunu göstərməyə cəhd eləyib və TikTok sosial şəbəkəsində qadının ünvanına nalayiq sözlər, güya qadın nə bilim, xoş olmayan bir həyat tərzinin yolçusuymuş, bir saatı 100 manata kimlərisə qəbul eləyirmiş və s. Hər dəfə belə xəbərlər oxuduqca, yəni onu qeyd eləmək istəyirəm ki, bəzi kişilər haqqında həqiqətən də yanaşmam haqlıdır. Bir daha da gəlirəm üzərinə. Kişi əxlaqsızının buynuzu olmur ki, ona kənardan baxasan və deyəsən ki, buynuzla gəlirsə, bu kişinin əxlaqsızıdır. Və üzərində xüsusi damğa da olmur da, ondan biləsən. Və kişinin əxlaqdan çox-çox kənar olduğu hansı məqamlarda bilinir? Bir qadının şəklini qoyub üzərinə təhqir edici ifadələr yazırsa, TikTok sosial şəbəkəsində var, Instagramda var. Çox təəssüf ki, hətta şükür Allaha ki, Facebook özünü saxlayıb dediyim anda belə baxdım ki, Facebookda heç də az deyil TikTokdan, heç də az deyil Instagram sosial şəbəkəsindən və bir də bu sosial şəbəkələrdə son günlər nəyi müşahidə eləyirəm? Çox açıq şəkildə insanı şantaj eləyirlər, çox açıq şəkildə insana hədə qorxu gəlirlər. Yəni bu qədərmi düşünürsünüz cəzasız qalacaqsınız? Düşünürsünüz ki, sizin o dediyiniz ifadələrdən, söydüyünüz söyüşlərdən baxa filan şeyi yayaram dediyiniz anda belə o qorxutduğunuz insan geri çəkiləcək, elə düşünürsünüz. Kim hansı həyat tərzini yaşayırsa, o özündən o qədər arxayında, səhvini də gözəl bilir, düzünü də gözəl bilir. Sanki indi bilirsiniz nə yaranıb. Elə bil ki, müəyyən qisim TikTok sosial şəbəkəsinin sırf belə ən ucuz bir versiyasını istifadə eləyənlər, ucuz dediyim şəxsiyyət olaraq ucuzluqlarını göstərənlərdən danışıram və sırf sosial şəbəkələrini bu istiqamətdə açanlar ki, görüm kimi şantaj eləyib müəyyən qədər qabağa düşə bilərəm deyənlər sırf bu yöndə işlədirlər. Birisinin şərəf ləyaqətini alçaltmaq, şantaj eləmək, ona hədə qorxu gəlmək, ona bir qarayaxma kampaniyası həyata keçirmək və düşünürlər ki, bunlar bu prosesi bu minvalla davam etdirəcəklər və bunlara da heç kim heç nə deməyəcək. Hal-hazırda oxuduğum xəbər deməli neçə manat üzərində idi? Deyim sizə, 91 manat 80 qəpiyə görə birisi 3 il, bir neçə ay azadlıqdan məhrum etmə cəzası alır. İndi amnistiyaya düşdü, 6 ay azaldıldı, 3 ay azaldıldı, bu sonraki mərhələdir. Onu demək istəyirəm ki, sosial şəbəkələrin qoçuları, üzlərini belə görənlər ki, gör başıma nə oynatacağam filan da belə-belə yazanlar var. Qoçuları unutmayın ki, bir gün bu 3 illik həbsdən siz də keçəcəksiniz. Bəlkə də sizlə bağlı ittihamlar daha ağır formada olacaq. Çünki sizin danışdıqlarınız, gəldiyiniz hədə-qorxular, gəldiyiniz şantaj fakt şəklində aidiyyatı qurumlara təqdim ediləndə siz artıq bunun məsuliyyətindən qaça bilməyəcəksiniz. Nə qədər gec deyil, qadın üzərində özünün gücünü göstərməyə cəhd eləyən şalvarlılar. Bir qədər ayağınızı geriyə atın. Çox irəli gedirsiniz, amma yenə də deyirəm, qanun bir yerdə dayandırır sizi. Və bu kimi xəbərləri hələ bundan sonra biz daha çox eşidəcəyik. Bəziləri elə bilir ki, onlar dəqiq qeydiyyatdan keçmədiklərinə görə, ad soyadlarını o qeydiyyata almadıqlarına görə, belə deyək də, anonim bir səhifə yaratdıqlarına görə, onları hüquq mühafizə orqanları, məhkəmə sistemi, digər aidiyyatı qurumlar tapa bilmirlər, amma çox səhviniz var. Necə ki bu şəxsi tapdılar, necə ki bu şəxsi cəzalandırdılar, əgər ölkə daxilində açmısınızsa o hesabı, sizi tapmaq çox rahatdır. Ona görə də bir qədər o türklər demiş, ayağınızı denk alın. Özünüzə gəlin. Nə qədər ki, ondan sonra elçilər göndərib, üzr istəyəcəm deməmisiniz, atanızı, ananızı elçi kimi göndərməmisiniz ki, bəzilərinin atası, anası
oğlunun etdiyi o səhv hərəkətə görə, bir şalvarının etdiyi səhv hərəkətə görə birisinə 10 dəfə qurban olun başıma dönüm bala, oğlum səhv eləyib deyirlər. Görmüşük zamandan, şəxsən özümə də bir neçəsinin valideyni zəng eləyib buna görə deyirəm. Bəli, əgər bugün bir şalvarlı öz anasını, atasını üzr istəməyə məcbur eləyirsə, təbii ki, onun sosial şəbəkələrdə özünü təqdim etmə forması o yazdığı cümlələrdən artıq olmayacaq. Ona görə də birinci, sizi dünyaya gətirən ananıza hörmət eləyin, cəmaatın qadınlarını şantaj eləməyin. Unutmayın ki, bu sizi çox uzun bir mənzilə aparacaq. Hər kəsin səbir kasasının bir dolduğu yer var. Heç də hamı əşi it hürər, karvan keçər demir. Deyir, bilirsən nə var ay it? Gəl bura, bu da sənin cəzan. Nəhayət ki, hürməyi dayandır, çünki həqiqətən də çox baş ağrıdırsan. Çox təəssüf ki, bəli, Azərbaycan sosial şəbəkə segmentində də bu şalvarlıların sayı çoxalır. Kişi kimi təqdim etmədim, şalvarlı dedim, onlar həqiqətən də, çünki sadəcə əynində şalvar olanlardır, təəssüf ki. Belə dəyərli izləyicilərimiz, bu saata mənim sizə çatdıracağım xəbərlər bundan ibarət idi. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün. Sonda hər birinizdən xahiş edirəm ki, yayımızı bir dəfə bəyənin. Nə qədər çox bəyənmə olarsa, bir o qədər daha geniş auditoriya bizi izləyə bilər. Eyni zamanda kanalımıza abunə olmamısınızsa, abunə olmağı da unutmayın. Növbəti xəbər buraxılışında mütləq görüşəcəyik. Allah'a əmanət olun.